Tərbiyə zamanı uşaqların gözündə, uşaqlıqdan hey Allahı böyütmək lazımdır. Valla düz tərbiyə vermirik. Qonşudan dala qalma, başqası oxudu, de onun oğlu filan yerə qəbul oldu, sən qaldın filan. Bu, uşağı da eləmişik öz şan-şöhrət vasitəmiz. Mənim oğlum filan yerə qəbul oldu, 12 filan yerə. De o gün qız uşağı intihar eləyib buna görə. Ata deyib, ged özü öldür, mən gələnəcəm. Bu biabırsılıqdır yəni. Elmi bütə çevirməkdir bu. Uşaq gedib kəsilib imtihandan, mən məsələn bir valideyn olaraq övladlarıma demişəm, indi də deyirəm ki, mənə heç maraqlandırmır. Mənim üçün önəmlidir sənin təhsil almağın. Mən bir valideyn kimi çox istəyirəm ki, sən savadlı olasan, təhsilin bu xeyirləri var, amma mən sənə təzyiq eləməyəcəm. Hansı nəticə göstərirsənsə, mən sənə nəticəyə görə cəza verməyəcəm. Özün bil, düşün, fikirləş, elmi zəruri bilirsənsə, mənə də sevindirərsən, Allahı da sevindirərsən, istəyirsənsə ki, öyrən, amma istəmirsənsə özün bilərsən və nəticəsi də yaxşı olur bunun. Nəticəsi də daha yaxşı olur.